Cənab prezidentə məktub yazdım və cənab prezidentdən də məktub gəldi ki, Zülfiyə Hüseynovunu işdən təmin edin. Həmin məktub gələndən sonra Cüdo Federasiyasına Rəşad Rəsullu mənə götür, sənə uyğun hələlik iş yoxdur. Yəqin ki, mən demişəm ki, məni banka müdür qoyun, o da mənə banker etmək istəməyib də ki, Cüdoda ilə məşğul olan adam üçün gülməlidir, bəli. İş yoxdur. Əgər sən dedim ki, baxa, mən sabahsı günü şikayət etsəm, kimsə hansısa bir, məsələn, pərəstişkar edən, yaxud da ki, bloger, yaxud da ki, kimsə nəsə bir şey desə, çünki idman deyəndə hamı ölkə başçısını deyir ki, ölkə başçısı bu qədər pul xərcləyib idmana. Niyə bəs idmançıya yeri yoxdur? Baxa, sabahsı günü ölkə başçısına biri bir söz desə, sən niyə olacaq? Onda mən də səni zala buraxmayacağam. Mən dedim, nə sənin dədəvin zalıdır, mənə mənim. Və mənim başqa kanallarda çıxışım oldu və bu sözü də demişdim. Ondan sonra mən zala gedəndə məşqə, mən səsi də yazdım. Nəyə görə? Çünki mən əvvəlcədən dedim ki, bizim bir idmançıya da qarşı haqsızlıq etmişdilər, sonra onun boynuna qoymamışlar. Mənə dedilər ki, artıq rəhbərlik deyir ki, kənar şəxslər buraxılmır. Dedim, kənar şəxslər deyəndə kimi nəzərdə tutursunuz? Milli komanda, dedim, milli komandaya gəlsə, mən də ustalar arasında milli komandanın yeganə üzvü və dünya çempionu. Nə ixtiyarı var ki, məni milli komandanın üzvüyəmsə, məni içəri buraxmırlar və məni zala buraxmırlar. Yəqin ki, bunun atası tikib, dövlət tikməyib. Yəqin ora onun özəl zalıdır. O xərclənilən 16 milyon nəyə xərclənilib dövlətin hesabından mən bilmirəm ki, bura Rəşad Rəsullunun özəl artıq zalı olub.